Salam, hər vaxtınız xeyir. Bugün ehtimal nəzəriyyəsinin dərs izahına baxacağıq. İlk öncə faktorial anlayışından danışmaq istəyirəm. Faktorial nədir? Necə hesablanır? Haqqda danışım ilkin məlumat olaraq. Deməli, faktorial 1-dən n-ə qədər ədədlərin hasilinə deyir. Bəlkə də çoxumuzun qarşısına çıxır nida. Yəni faktorial nida ilə işarə olunur. Yəni məsələn n faktorialın cavabı 1-dən n-ə qədər ədədlərin hasilidir. İndi məsələn 1 faktorialın cavabı elə 1-dir. 2 faktorialın cavabı 2 vurulsun 1. 3 faktorialın cavabı 3 vurulsun 2 vurulsun 1. Yəni elə bil ki 3 faktorialın cavabı 1-dən 3-ə qədər ədədlərin hasilidir. Amma indi mən burada tərs düzülüşlə yazıram, çünki misallarda bu bizim daha çox işimizə yarayacaq. 4 faktorial ya 1-dən 4-ə qədər ədədlərin də hasili yaza bilərsiniz, amma 4, 3, 2, 1. Məsələn 5 faktorial da 5, 4, 3, 2, 1. Yəni 5 faktorialın cavabı 1-dən 5-ə qədər ədədlərin hasilinə deyilir. İndi məsələn mən yazıram ki 12 faktorial. Bir rəqəmin özünü yazıram. Misallarda bu indi misal nümunəsi üzərində də göstərəcəm. Məsələn 12 faktorialın açılışı yazmaq istəyirəm. Həmin ədədi özün yazdım. Bir-bir aşağı düşə-düşə gedirəm. 11, 10. Mən bundan sonraki gələn 9-dur da. Burada saxlayıb yanına faktorial yaza bilərəm. Çünki niyə? Mən ondan yenə aşağı düşməli idim də 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Bura qədər davam etməli idim. Bu 9 faktorialın elə cavabı 1-dən 9-a qədər ədədlərin hasilidir. Yəni mən bunu istədiyim yerdə kəsib sonuna faktorial işarəsi qoyub yaza bilərəm. Məsələn olsun, nə bilim, olsun məsələn 22 faktorial. 22 faktorialı mən rəqəmin özünü yazıram 22. Vurulsun 21. Məsələn 20-də saxlayıram, yanına faktorial yazıram. Yəni bu cür saxlaya bilərik. Bu rəqəmlərlə olanda belə, bəs bizim məsələn qarşımıza belə də çıxa bilər. Tutaq ki n plus 3 faktorial. Bunun açılışı mənə lazımdır. Yenə də deyirəm, nə edirik? Birinci özün yazırıq. n üstə gəlinsin 3. Bu üstə gəl oxşamadı. n üstə gəlinsin 3. Birinciyə özün yazdım. İndi bir aşağı düşməliyəm. 3-dən 1 aşağı düşəndə nə olur? 2. Ki 1 çıxıram da. En üstə gəl 3-dən 1-i çıxıram. Olur en üstə gəl 2. 1-ini də çıxdım. En üstə gəlsin 1. Məsələn burada saxlayıramsa yanına faktorialını atıram. Məsələn olsun n çıxılsın 5 faktorial. Birinci özün yazıram. N çıxılsın 5. İndi elə bil ki -5-dən 1 çıxıram. Olacaq n çıxılsın 6. Məsələn, n çıxılsın 7. Bunu sonsuza qədər davam etdirə bilərsiniz də. Yəni, misala görə dəyişir. Və harada saxlayıramsa, yanına faktorial işarəsini də qoyuram. Bu belə. İndi bir misal nümunəsi göstərmək istəyirəm. 12 faktorial bölünsün, 8 faktorial vurulsun, 7 faktorial. Təbii ki, bunun bir-bir oturub açıb 1-dən 12-yə qədər ədədlərin hasili, aşağıda 1-dən 8-ə, sonra 1-dən 7-yə yazmaq lazım deyil. Necə yazırıq? Bax, 12 deyil, 12 faktorial. 12-ni yazdım. Düşürəm aşağı. 11, 10, 9, 8. Aşağıda 8-i gördüm, saxlayıram. 7-də də saxlamaq olar, olar. Mən 8-də gördüm, saxladım. 8-də saxladımsa yanına faktorialı yazdım. Aşağını 8 faktorialı olduğu kimi yazdım. 7 faktorialı da yazıram. 1, 2, 3, 4, 5, 6, 7. İndi 8 faktoriallar yuxarı aşağıda ixtisar olundu. 2-ni 6-ya vuranda 12 eləyir. Yuxarıdakı 12-ni ixtisar apardım. Sonra niyə aparmaq olar? Məsələn 5-lə onu ixtisar apardım, yuxarıda 2 qaldı. 9-la 3-ü ixtisar apardım, yuxarıda 3 qaldı. Başqa da ixtisar aparılacaq. 2-lə 4-ü ixtisar apardım, burada 2 qaldı. Başqa da bir şey qalmadı. Yuxarıda qaldı 11 vurulsun 3. Aşağıda da qaldı 2 vurulsun 7. 11-i 3-ə vuranda 33, 2-ni də 7-yə vuranda 14.
Yəni cavabı tam ədəddə alına bilər, belə kəsir formada da alına bilər. Yəni ümumi məntiqə əsas başa düşək. Mənim test toplusunda belə bir sual var. M faktorial bölünsün m plus 1 faktorial bərabərdir 5-də 1. Biz buradan m-i tapmalıyıq. Deməli, açıram. M faktorialı olduğu kimi saxlayıram. Məxrəci açıram. Dedik necə açırıq? Birinci özün yazırıq. M plus 1. İndi bir vahid aşağı düşürək. Aşağı düşə yazırdıq axı. M plus 1-dən 1 çıxanda elə m-in özü qalır. Burada saxladım. M faktorialı yazdım. Yuxarıdakı m faktoriallar ixtisar gedir. Bunun cavabı bizə deyir ki, 5-də 1-dir. Deməli, yuxarıda heç nə qalmayıb 1. Aşağıda qaldı m plus 1. Bərabərdir 5-də 1-ə. Çarpaz vururam. M üstə gəlinsin 1-i 1-ə vurduqda elə m üstə gəlinsin 1. Bərabərdir 1-i 5-ə vurduqda 5. Buradan da m-imiz 5-dən 1 çıxırıq 4. Deməli, m-imiz 4 imiş. İndi isə permütasiya yer dəyişmə haqqında danışmaq istəyirəm. Deməli, tutaq ki, bizə bir A çoxluğu verilib. A çoxluğunun elementləri olsun 1, 2, 3. Mən deyirəm ki, şərtdə bu 1, 2, 3 rəqəmindən, yəni A çoxluğundakı rəqəmlərdən istifadə etməklə onların yerini dəyişib neçə dənə ədəd düzəltə bilərəm. Birinci halımız elə 123. Sonra yerlərini dəyişirəm. Olsun 231. Sonra olsun məsələn 321. Sonra nəyə yaza bilərəm? Məsələn 132 yaza bilərəm. 132-dən sonra 123-ü yazdıq. Məsələn 231-i də yazdıq. 213 yaza bilərəm. Sonradakı bir də ki 312-ni yaza bilərəm. Başqa hal var? Yox. Deməli, bunu hər dəfə biz bu qədər uzatıb yazmağa ehtiyac yoxdur. Deməli, qayda necədir? N elementli çoxluğun permütasiyalarının sayı, yenə də deyirəm, N elementli çoxluğun permütasiyalarının sayı Pn ilə işarə olunur. P'nin də mənası n faktorial deməkdir. Yəni n elementdir. Məsələn, burada n'imiz neçədir? Neçə elementli idi? 3 elementdir. Deməli yazırıq P3 bərabərdir. Bunun da mənası 3 faktorial deməkdir. 3 faktorialın mənası nə idi? 1-dən 3-ə qədər ədədlərin hasili. 1 vurulsun 2, 2, 2-ni də 3-ə vuranda 6. Gördüyünüz üzrə biz də cəmi neçə dənə ədəd tapmışdıq? 6 dənə. Yəni məsələn 4 elementli olsa, məsələn 1 2 3 4-dən soruşuram ki, neçə rəqəmlərin yerini dəyişib, neçə rəqəmli ədəd, neçə dənə 3 rəqəmli ədəd, 4 rəqəmli ədəd düzəltə bilərik də məsələn. Onda 4 dənə elementdirsə, olacaqdı P4. Bu P4-ün də mənası 4 faktorial deməkdir. 4 faktorial da 1-dən 4-ə qədər ədədlərin hasili. 6, 6-nı da 4-ə vuranda 24. Yəni deməli burada 1 2 3 4 olsaydı rəqəmlərimiz, mən 24 dənə onların yerlərini dəyişib rəqəm 4 rəqəmli ədəd düzəltə bilərdim. İndi dinləyirik ki, deməli n nəfər bir sırada n faktorial üsulla düzülə bilər. Məsələn, deyirəm ki, bir sinifdə 6 nəfər şagird var. Bu 6 nəfər şagirdi neçə fərqli üsulla düzə bilərik? Yəni bayaqki məntiqləndir də. Yəni 6 dənə elə bil element var. O 6 dənə elementi biz 6 faktorialla düzə bilərik də. Tutaq ki, bəzi məsələlər test toplusunda qabağınıza çıxacaq. Tutaq ki, deyir ki, məsələn 4 kitabı, müxtəlif kitabı neçə üsulla rəfə düzmək olar? Deməli 4 dənə kitab varsa əlimdə 4 faktorial müxtəlif üsulla düzə bilərəm də. 4 dənə kitabdırsa əlimdə, onda onu 4 faktorial üsulla düzə bilərəm. 4 faktorialın da cavabı 1 vurulsun, 2 vurulsun, 3 vurulsun 4 deməkdir. Yəni 24 üsulla düzə bilərəm. 4 dənə kitabı mən bir dəfə 24 fərqli üsulla düzə bilərəm. İndi əsas məsələ, deməli, n nəfər dəyirmi masa ətrafında, bax bu sözə diqqət, dəyirmi masa ətrafında, dəyirmi masa
ətrafında bu nə oldu? Buna nə gəldi? Bu nədir? Deməli, dəyirmi masa ətrafında n nəfərdirsə, dəyirmi masa ətrafında n çıxılsın bir faktorial kimi əyləşə bilər. Məsələn, dəyirmi masaya yalnız dəyirmi masadadır. Məsələn, şərtdə deyir ki, 6 nəfər dəyirmi masa ətrafında neçə üsulla əyləşə bilər? 6 nəfərdirsə, mən bildik ki, dəyirmi masa ətrafında n çıxılsın 1 faktorialla düzələ bilərik. Olacaq onda 6 çıxılsın 1 faktorial, 6-dan 1 çıxanda 5 faktorial, 5 faktorialın cavabı da 1-dən 5-ə qədər olan ədədlərin hasilidir. Onun da cavabı 120-dir. Yəni 6 nəfər dəyirmi masa ətrafında 120 üsulla əyləşə bilər. Yəni bizə nə veribsə rəqəmi, dəyirmi masa deyirsə, ondan 1 çıxırıq, onun faktorialını tapırıq. Yalnız bu dəyirmi masa ətrafındadır ya. Məsələn, sizə şərtdə deyir ki, dəyirmi masa demir, məsələn deyir divanda. Divan deyirsə, elə normal məsələn deyir 4 nəfər divanda neçə üsulla əyləşə bilər, elə 4 faktorialı tapırsınız. Yalnız dəyirmi masa söhbəti olanda biri çıxırsınız. İndi test toplusunda belə bir suallar var. Məsələn, deyirəm ki, Aysel sözünü hərflərindən istifadə edərək, bax hərflərimiz Aysel sözündəki hərflərdir. Aysel sözünün hərflərindən istifadə edərək neçə mənalı və ya mənasız müxtəlif 5 hərfli söz düzəltmək olar? Təkrarlayıram şərti. Aysel sözünün hərflərindən istifadə edərək neçə mənalı və ya mənasız müxtəlif 5 hərfli söz düzəltmək olar. Yəni sözlərin mənası olsa da olar, olmasa da olar. Neçə dənə hərfimiz var burada? 5 dənə. Deməli onda biz yer dəyişməsini tapırıq da. Hərflərin yerlərini dəyişib müxtəlif sözlər düzəltməliyik. Biz elə bil ki, permütasiyanı əslində bizdən soruşur, yəni P5-i. P5-in də mənası 5 faktorialı idi. 5 faktorialının da cavabı bildik ki, 1-dən 5-ə qədər olan ədədlərin hasili, onun da cavabı edir 120. Yəni deməli Aysel sözündəki hərflərin yerini dəyişərək 5 hərfli 120 dənə mənalı və ya mənasız söz düzəltmək olar. İndi sizə danışmaq istəyirəm təkrarlı permütasiyadan. Təkrarlı permütasiya. Deməli, təkrarlı permütasiya nədir? Tutaq ki, sizə bir söz verilib. Söz götürürəm, nə olsun? Nə sözü götürə bilərik? Tutaq ki, söz götürdük, xalça. Deməli, xalça sözünün hərflərindən istifadə etməklə neçə müxtəlif, mənalı və ya mənasız 5 hərfli söz düzəltmək olar? Baxın, bayaqki sualla eyni məntiqdir, amma burada bir nüans var. Çünki burada nədir nüans? A hərfindən 2 dənədir. Deməli, təkrarlı permütasiyada təkrarı böləcək. Deməli, ümumi halımız neçə dənədir? Neçə dənə halımız var? 5 dənə, 5 faktorial bölünsün. Təkrarlanan hərfim neçə dənədir? 2 dənə. A 2 dəfə təkrarlandı, olacaq bölünsün 2 faktorial. Bunun da cavabı 5, 4, 3, 2-də saxlayıram. Bu da 2 faktorial idi. Bu 2 faktoriallarım getdi. 5-i 4-ə 20, 20-ni də 3-ə vuranda 120. Deməli, xalça sözünü 120 üsulla, müxtəlif üsulla düzə bilərik. İndi başqa bir söz olsun. Məsələn, sözümüz olsun Natəvan. Natəvan sözünün hərflərindən istifadə edərək neçə müxtəlif 7 hərfli mənalı və ya mənasız söz düzəltmək olar. Deməli, ümumi hallarımız neçə dənədir? Burada neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 7-ni yazırıq yuxarıda. Təkrarlanan hərflərin hansıdır? Bir N-dan 2 dənədir. 2 faktorialı yazdım. A-dan neçə dənədir? 1, 2, 3. 3 dənə də A var. Yazıram, vurulsun 3 faktorial. Artıq yazıram. 7 faktorialı 7-dən düşürəm aşağı. 7, 6, 5, 4, 3. 3-də saxlayıram. Aşağıda da 2 faktorial. Yəni bu 1 vurulsa 2 deməkdir. 3 faktorial da olduğu kimi saxladım. 3 faktoriallar getdi. Deməli 2 ilə
4-ü ixtisar apardım. Burada 2 qaldı. 6 vur 5, 30. 30'u 2-yə vuranda 60. 60'ı da 7-yə vuranda 420 edir. Deməli, natəvan sözünü 420 müxtəlif üsulla biz düzə bilərik. Mənalı və mənasız olmaqla sözləri. Deməli, indi bu məsələyə baxaq. Misalda bizə deyir ki, 4 oğlan və 5 qız oğlanlar yanaşı oturmaq şərti ilə neçə fərqli üsulla əyləşə bilər? Yəni sən bu uşaqları necə düzürsən düz, bu 4 dənə oğlan yanaşı olsun. Yəni qız, oğlan, qız belə olmasın. 4 dənə oğlan bu cərgənin harasında olursa olsun, bu 4 dənə oğlan yanaşı olsun. Bu yanaşı olmaq söhbəti varsa, bax 4 dənə oğlan, bir də 5 dənə qız var. Kimlər yanaşı qalmalıdır? Oğlanlar. Bu oğlanlar 4 nəfər oğlan evi bir-birinə bitişiblər də. Bunlara bir nəfər kimi baxırsan. Bu 4 dənə oğlan bitişiblər. Bunlar ayrıla bilmirlər. Onları elə bu hamısını bir nəfər kimi sayırıq. Deməli, bir dənə bu, 5 dənə də qızımız var. Qız üçün heç bir hal demir ki. Deməli, toplamda ümumi halım oldu. Mənim yer dəyişməm 6. 6 faktorial. Bu oğlanlar özü aralarında da yerlərini dəyişə bilərlər axı. Məsələn, tutaq ki, Məhəmməd Füzuli, Əli Pirvəli. O düzülür Pirvəli, Əli, Məhəmməd Füzuli. Məhəmməd Füzuli, Pirvəli, Əli. Yəni bunlar 4 nəfər öz aralarında yerlərini dəyişə bilərlər də. Onların yerini dəyişməsi 4 faktorial. Deməli cavabımız elə 6 faktorial vurulsun 4 faktorialdır. Deməli 6 faktorialımız 720-dir. 4 faktorialımız da 24-dür. Yəni 720-ni 24'e vuraq. 720 vurulsun 24. 17.280 fərqli üsulla əyləşə bilərlər bu uşaqlar. Yəni yenə də təkrarlayıram. Nə yanaşı oturur deyirsə, nələr yanaşı qalmalıdır deyirsə, o yanaşı olanlara bir bütöv kimi baxırsan. Amma sonda onların özlərinin yer dəyişməsini də hesablamağı unutmursan. İndi tutaq ki, məsələdə belə bir şey var. 4 oğlan və 5 qız, oğlanlar yanaşı oturmaq şərti ilə dairəvi masada neçə fərqli üsulla əyləşə bilərlər. Deməli 4 dənə oğlan yenə yanaşı oturmalıdır. Ona yenə bir nəfər kimi mən baxıram. Bir nəfər bunlara baxdım, 5 dənə də qızdır. Oldu 6 nəfər. Olacaq 6 faktorial. Amma şərti ilə dairəvi masa deyir də, tutaq ki, burada dairəvi masa. Dairəvi masada nə dedik? 1 çıxmaq lazımdır. 6 yer dəyişmə deyil, artıq olacaq 5 faktorial. 6-dan 1-i çıxdım, oldu 5 faktorial. Bu 4 dənə oğlanın amma yer dəyişməsindən götürüb 1 çıxmayın. Bir dəfə ümumidən çıxdım, bəsdir. 4 faktorial da olacaq. Elə oğlanların yer dəyişməsi də 4 faktorial olacaq. Yəni sən ümumidən bir dənəni çıxdın, dairəvi masa deyir deyə. Oğlanların yer dəyişməsinə baxma. İndi isə permutasiyanın özünün düsturu var. Onun haqqında danışaq. Deməli, n elementli çoxluğun k elementli permutasiyalarının sayı, yenə də təkrarlayıram, n dənə bir çoxluqdur. Bunun n elementli çoxluqdur. Bunun məsələn k elementli permutasiyalarının sayı permutasiya n-dən k-ya kimi işarə olunur. Yəni bunun düsturu nədir? n faktorial bölünsün, n çıxılsın k faktorialdır. Yəni misal üçün bir nümunə göstərim. Tutaq ki, olsun permutasiya 5-dən 2-yə. Bunun cavabı olacaq. N'imiz 5'dir. 5 faktorial yuxarıda. 5'dən 2'ni çıxacaq. 5 çıxılsın 2 faktorial. Deməli 5 faktorial 5'dən 2 çıxanda 3 faktorial eləyir, bərabərdir. 5, 4, aşağıda 3'ü gördüm. 3'də saxlayıram 3 faktorial. Aşağıda da 3 faktorialı yazdım. 3 faktoriallar ixtisar getdi. 5'i də 4'ə vuranda 20 edir. Deməli, permutasiya 5'dən 2'nin cavabı 20'dir. Yadımızda saxlayaq ki, burada n hərfi var. N hərfi həmişə
k-dan böyük olur, böyük bərabər də ola bilər. Yəni o rəqəmlər eyni də ola bilər. Amma o n, o k nə mənfi ədədə ola bilər, nə kəsr ədədə ola bilər. Elə bir şeylər deyil. Yəni bildiyimiz tam ədədlərdir. Orada birinci yazılan ədəd həmişə ikinci yazılan ədəddən böyük olmalıdır. Məsələn, sizə permütasiya n-dən tutaq ki 0-a veribsə, məsələn orada k-mız 0-dırsa bunun cavabı 1-dir. Yəni məsələn tutaq ki permütasiya tutaq ki 3-dən 0. Yəni bunun cavabı 0-ı gördümsə cavab 1-dir. Sonra tutaq ki permütasiya n-dən 1-ə. Bunun cavabı elə n-in özüdür. Məsələn tutaq ki permütasiya nə olsun? Tutaq ki 6-dan 1-ə. Yəni bunun cavabı elə 6-dır. Sonra permütasiya tutaq ki n-dən n-ə. Bunun da cavabı elə n faktorialdır. Yəni tutaq ki permütasiya 3-dən 3-ə. Rəqəmlər eynidirsə elə cavab 3 faktorialdır. İndi gəlirik bunun məsələdə necə istifadə edəcəyik bu permütasiyanı. Tutaq ki məsələlər bizim qabağımıza çıxacaq. Nə bilim bu qədər stolda, bu qədər uşaq neçə formada otura bilər falan. Yəni yadınızda saxlayın. Məsələn tutaq ki bizə n sayda bir dənə ardıcıl düzülmüş stollar verilib. Tutaq ki k nəfər uşaq var burada. Onda onu yenə də deyirəm n-dən k-ya permütasiya düsturu ilə tapmalıyıq. Tutaq ki belə bir misaldır. Misalımızı belə göstərim. Tutaq ki deyir ki 3 nəfər 5 stulda neçə üsulla əyləşə bilər? Neçə üsulla əyləşə bilər? Yəni əlimdə 5 dənə stoldur. 5 dənə stol qabağımdadır. 3 nəfərdir. Bu 3 nəfər bu stollarda necə əyləşə bilər? Yəni biri ortada oturur, biri o tərəfdə oturur, biri bu tərəfdə. Yəni bunların özlərinin yer dəyişməsi falan da var da. Bu tip sualları necə dedik bir yaxda n sayda ardıcıl düzülmüş nədənsə k nəfər. Görürsüz, n sayda uşaq var, 5 dənə də stol var. Onda biz burada permütasiyadan istifadə edəcəyik. Permütasiya həmişə dedik ki, sol tərəfdə olan böyük olan rəqəm yazılır. Burada 5, burada da 3. Deməli permütasiya 5-dən 3-ün cavabını tapmalıyam. 5 faktorial bölünsün. 5-dən 3 çıxdım. 2 faktorial. Bunu düzürəm. 5, 4, 3. 2-də dayandım çünki aşağıda 2-ni gördüm. 2 faktoriallar getdi. 5-i 4-ə 20, 20-ni də 3-ə vurduq. 60. Deməli bu uşaqlar 60 üsulla əyləşə bilər. Deməli indi bu suala baxırıq. Misalda bizə deyir ki, bir çoxluq verilib 3, 4, 5, 6, 7. Deyir bu rəqəmlərdən istifadə etməklə 3 rəqəmli rəqəmlərin müxtəlif neçə ədəd düzəltmək olar. Yenə bunun əslində 2 dənə həll üsulu var. İkisini də göstərəcəm kimə necə rahatdırsa. Deməli bizim neçə dənə əlimizdə ədəd var? 1, 2, 3, 4, 5. Yəni burada yenə bayaqki məsələyə oxşayır da. Stol məsələsinə elə. Nə qədər burada yer var idi, uşaq burada necə əyləşə bilərdi də. Yəni yenə də burada bizdə neçə dənə ədəd var? 5 dənə. Deməli permütasiya 5-dən neçə rəqəmli deyir? 3 rəqəmli. Deməli permütasiya 5-dən 3-ün cavabını tapırıq. 5 faktorial bölünsün. 5-dən 3 çıxdıq. 2 faktorial. Yenə 5-dən bir aşağı düşə gəlirik. 2-də dayanırıq. 2 faktorial, 2 faktoriallar ixtisar getdi. 20-ni də 3-ə vuranda elədi 60. Deməli bu ədədlərdən 3 rəqəmli rəqəmlərin müxtəlif olan 60 dənə ədəd düzəltmək olar. Digər ikinci üsul nədir? Çoxsu bu ikinci üsuldan istifadə edir. Tutaq ki, bizə neçə rəqəmli deyir? 3 rəqəmli. 3 dənə rəqəm olmalıdır da burada. Neçə dənə ədəd var birinci? 5 dənə. Birinci yazdım 5-i. Vurulsun. Rəqəmləri müxtəlif deyir də. Mən artıq bir rəqəmi istifadə eləmişəmsə, tezən onu istifadə eləyə bilməm də. Rəqəmlər müxtəlif deyir axı. 5 dənə isə tutaq ki, mən birinci 3-ü qoymuşdum. 3 elə bil getdi. Yerdə neçə dənəsi qaldı? 4 dənəsi. Məsələn, nə bilim, tutaq ki, ya birinciyə elə 7 qoydum. Yenə də 4 dənəsi qaldı. Ya elə bil artıq birini istifadə eləmişəm. Yerdə 4 dənəsi qaldı. İndi artıq elə bil yenə birində istifadə elədim.
neçəsi qaldı? 3 dənəsi. Yəni 5 vur 4 20, 20 vurursan 3 60. Bir iki rəqəmlər müxtəlif deyirdi ya. Mən artıq bir rəqəmi istifadə eləmişəmsə, onu çıxdımda mən tezdən gətirib 3-ü istifadə eləmişəmsə, tezdən 3-ü yazmayacağam. O 3 artıq elə ki siyahıdan çıxdı. 3 getdi. 5 dənə rəqəm isə biri getsə 4 dənəsi qaldı. 4 dənəsi qalmışdı. Birini istifadə elədim, 3 dənəsi qaldı. Yəni bu cür də tapmaq olar. Hansı sizə asansa o cür üsulla tapın. Daha sonra qarşınıza belə bir məsələlər çıxa bilər ki, tutaq ki, müdir müavin seçilməsi və yaxud da kapitan köməkçi seçilməsi, sinifkom və yaxud da nə bilim, tutaq ki, növbətçi seçilməsi. Tutaq ki, deyir ki, sinifdə en sayda şagirddən sinifkom və növbətçi seçilməsi neçə üsulla seçilə bilər? Bu hazır düsturdur. N permütasiya n-dən 2-yə. Məsələn, sinifdə deyirəm ki, 20 nəfər uşaq var. 20 nəfər uşaqdan sinifkom və növbətçi neçə üsulla seçilə bilər? Yəni 2 nəfərdir də sinifkom və növbətçi. Deməli 20 nəfər uşaqdırsa 20 permütasiya 2-yə qədər. Yəni məsələn tutaq ki, deyirəm ki, bir şirkətə 10 nəfər namizəddən neçə müdir və müavin neçə üsulla seçilə bilər? 10 nəfər işçi namizəd deyil, deməli permütasiya 10-dan 2-yə. Yəni bu cür həll olunur. Daha sonra orada məsələn misallar var test toplusunda. Məsələn deyir ki, hər qutuya ən çoxu bir məktub, hər qutuya ən çoxu bir məktub atmaqla tutaq ki, 4 məktubu 8 poçt qutusuna neçə üsulla atmaq olar? Neçə üsulla atmaq olar? Yenə də deyirəm, bax hər qutuya ən çoxu bir məktub atmaqla bir məktub. Bir ki qutuların hərəsinə bir dənə məktub atıram. 4 dənə əlimdə məktub var. 8 dənə poçt qutusuna neçə dənə üsulla ata bilərəm? Yəni nə bilim birincisinə atıram. Bir də 7-cinə atıram, nə bilim 5-cinə. Neçə dənə müxtəlif üsulla ata bilərəm. Elə bil ki, bayaqkı stol məsələsinə oxşamır. 5 dənə əlimdə stol var. Ben məsələn 3 dənə şagirdi necə otuzdura bilərəm? İndi də elə bil ki, əlimdə 8 dənə poçt qutusu var. 4 dənə məktubu, bunları necə düzə bilərəm? Permütasiya 8-dən 4-ə. İşte bu hesablayıb cavabını tapırıq da. Bunun da cavabı dedik ki, 8 faktorial bölünsün 8-dən 4 çıxanda 4 faktorial. Bu da 8 vur, 7 vur, 5 vur. 8, 7, 6'nı 7. Dəqiqə 8, 7, 6, 5, 4'də dayanıram. 4 faktorial. Çünki aşağıda 4 var. 4 faktorialı yazdım. 4'lər getdi. Bu ədədləri bir-birinə vurursunuz. Daha cavabını özünüz taparsınız. Bu belə. İndi isə danışmaq istəyirəm kombinezondan. Deməli, kombinezonla permütasiyanı ayırd etmək vacibdir. Çünki məsələdə ya permütasiyadan istifadə olunur, ya kombinezondan. Deməli, uşaqlar, əgər bizdən nəsə nizamlı bir düzülüş istəyirsə, bayaq ki baxdığımız bütün tip məsələlərin hamısı permütasiyanla həll olunur. Kombinezondan isə, yəni nizamsız düzülüşdür. Məsələn, deyirəm ki, bax belə bir nümunənin üstündə deyim. Tutaq ki, 10 dənə işçi var. Bu 10 nəfər işçidən mənə 2 dənə mühafizə lazımdır. 2 dənə mühafizəçi lazımdır. Mən bu 10 dənənin içindən 2 dənəsini seçirəmsə, bu kombinezondur. Amma deyirəm ki, 2 nəfər işçi seçirəm. Biri mühafizə olsun, biri də olsun çayçı məsələn. Ofisdə çay verən. Burada artıq yenə də bir nəsə var da, artıq misal biraz mürəkkəbləşir elə bil. Onda artıq permütasiya gedir. Mən bayaqki kombinezondan niyə istifadə elədim? Bu 2 nəfər adamı seçirəm. İkisi də yenə də olmalıdır, mühafizəçi olmalıdır. Amma bayaqkında mən 2 dənəsini seçirdim. Biri artıq mühafizədə, tutaq ki, biri çayçıdır. Artıq fərqləndirirəm də, nizamlı bir düzülüş istəyirəm. Amma bu nizamsız olanda artıq biz kombinezondan istifadə eləyəcəyik. Kombinezonun düsturu C hərfinə işarə olunur N-dən K-ya. Bunun da düsturu N faktorial bölünsün N çıxılsın K faktorial. Vurulsun yenə K faktorialdır. Məsələn, kombinezon tutaq ki olsun 5-dən 3-ə.
Aha, kombinezon 5-dən 3-ə hesablayırıq. Deməli, yuxarıda 5 faktorial, n-in yerinə 5 dayanıb, 5-dən 3-ü çıxırıq. 2 faktorial, olsun k-mızda 3 faktorial. 5-dən 1 aşağı düşə-düşə yazırıq. 5, 4, aşağıda 3-ü gördüm, saxladım. 3 faktorial. 2 faktorialın açılışı 1 vurulsun 2-dir. Bu da 3 faktorial. 3 faktoriallar getdi. 5 vurulsun 4, 20, 1 vurulsun 2, 2. 20'ni 2'ye böləndə edir 10. İndi daha sonra kombinezon n-dən 0-ın cavabı 1-dir. Məsələn, sizdən soruşuram ki, kombinezon 5-dən 0-a cavab deyəcəksən 5. Yəni orada 0 gördüm, cavab 1-dir. Daha sonra kombinezon n-dən 1-ə. Bunun cavabı n-ə bərabərdir. Məsələn, kombinezon 3-dən 1-ə. Elə bunun cavabı 3-dür. Sonra kombinezon n-dən n-ə. Bunun da cavabı 1-dir. Yəni məsələn, kombinezon 10-dan 10-anın cavabı 1-dir. Daha sonra bir-iki dənə kombinezona aid düstur var. Onu da yazdırmaq istəyirəm. Məsələn, kombinezon n-dən k-ya bərabərdir. Kombinezon, sonra n, burada da n çıxılsın k-ya. Bunlar bir-birinə bərabər olur. Məsələn, bir dənə nümunə göstərirəm. Tutaq ki, kombinezon olsun 9-dan məsələn 4-ə. Bu bərabərdir kombinezon 9. 9-dan 4 çıxanda neçə eləyir? 5. Yəni bunların cavabı bir-birinə bərabər olur. Yəni kombinezon 9-dan 4, 9-dan 4 çıxanda neçə eləyir? 5. Onda kombinezon 9-dan 5-ə, yəni bu düstura əsasən bu uyğundur. Bir dənəsi də var, onu da yazım. Daha bir dənə elə ki, kombinezon n-dən k-ya bərabərdir. n-1 kombinezon k çıxılsın 1. Daha sonra üstə gəlinsin. Kombinezon burada k, burada da ki n-1. Yəni bunları da bilsəz daha yaxşı olar. Bax, indi tutaq ki, bizə kombinezonda hansı məsələlərdə istifadə edəcəyik? Tutaq ki, n nəfərdən k nəfəri növbətçi məsələlərində biz kombinezondan istifadə edəcəyik. Necə? Deməli, kombinezonla permütasiyanın bir dəqiqə fərqini izahlayacağam. Bax, məsələn, sinifdə deyirəm ki, sinifdə. Tutaq ki, olsun 10 şagird. 10 şagirddən 2 növbətçinin neçə üsulla seçmək olar? Neçə üsulla seçmək olar? Bax, bu sual kombinezonla həll olunacaq. Çünki bu 10 dənə şagirddən mən 2 növbətçi seçirəm. 2 nəfəri seçim, ikisi də növbətçi olacaq. Ona görə bu 10 şagirddən 2 növbətçinin seçilməsi kombinezonlandır. Olacaq kombinezon 10-dan 2-yə. Yəni olacaq yuxarıda 10 faktorial, aşağıda 10-dan 2 çıxdıq 8 faktorial, bir də ki oradakı 2 faktorial. Ondan geriyə düzürük 10, 9, burada 8-də dayanıram, saxlayıram çünki aşağıda 8-i gördüm. Aşağıda 8 faktorial, 2 faktorialda 1 vurulsun 2 kimi yazdım. 8 faktoriallar getdi. Onu 9-a vurdum. 90 bölünsün 2, o elədi 45. Deməli, bunu 45-lə. İndi bir dənə də misal verirəm. Deyirəm ki, sinifdə 10 şagirddən 2 şagirdi biri kapitandı. Biri kapitan yox olsun. Biri olsun növbətçi. Biri də onun köməkçisi. Neçə üsulla seçmək olar?
İndi bax, yenə 10 şagirddən 2 şagirdi seçirəm. Amma deyirəm biri növbətçi seçilməlidir, biri onun köməkçisi seçilməlidir. Artıq nizamlı düzülüş var da, yəni biri bu olmalıdır, biri bu. Onda permütasiyalandır. Yəni olacaq artıq 10-dan permütasiya 2. Onu da cavab eləyir 10 faktorial bölünsün 10-dan 2 çıxanda 8 faktorial. Yuxarıda 10 9, 8 faktorialda saxlayıram, aşağıda 8 faktorial. Bunlar ixtisar getdi, onu da 9-a vuranda 90. Yəni bunun da artıq olacaq cavabı 90. Yəni aradakı fərqi başa düşün. İndi deməli belə bir məsələyə baxırıq. Deməli bir torbada 8 dənə qırmızı kürə var və 6 dənə də ağ kürə var. Burdan biz elə 5 dənə kürə seçməliyik ki, onlardan 3 dənəsi qırmızı olsun, 2 dənəsi də ağ olsun. Bax, deməli neçə dənə qırmızı kürə var? 8 qırmızı, 6 dənə də ağ. Məndən neçəsinin qırmızı istəyir? 3 dənəsinin qırmızı. Vəsə, kombinzon 8-dən 3-ə. Müəllim, niyə permütasiya olmadı? Sənə demirəm ki, üçündən, nə bilim, biri dairəvi olsun, biri kvadrat olsun, biri məsələn üçbucaq formasında olsun. Elə bir şey demirəm ki, 3 dənəsini seçirsən, hansı olur olsun, yetər ki, o rəngi qırmızı olsun. Bir şərt qoymadım ki. Deməli bu 8-dən 3-ə vurulsun. Neçə dənə ağ kürəm var? 6 dənə. Kombinzon 6-dan neçəsinin ağ olmasını istəyirəm? İkisinin. Vəsə, bunu vurub tapıram. Olacaq birincisini hesablayıram. 8 faktorial bölünsün 8-dən 3 çıxdı. 5 faktorial, burada da 3 faktorial vurulsun. Yuxarıda 6 faktorial, 6-dan 2 çıxdım. 4 faktorial, o da 2 faktorial. Bunu da daha hesablaması məncə asandır olsun, yenə də hesablayaq. 8 faktorialdan düşürəm aşağı. 8, 7, 6, 5-də saxlayıram, aşağıda 5-i gördüm. 5 faktorial, 3-ü də yazıram. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun. 6 faktorialdan düşürəm aşağı. 6, 5, aşağıda 4-ü gördüm, saxladım. 4 faktorial, o da 1 vurulsun 2-dir. Deməli 5 faktoriallar getdi. 2 vurulsun 3 burada 6 eləyir. Bu 6 ilə getdi. Sonra burada 4 faktoriallar getdi. 1 vurulsun 2 2 eləyir. 6 ilə getdi. Burada 3 qaldı. Deməli rəqəmlər nə qaldı? 8, 7, 3, 5. Ki bu ədədlərin hasili olur. Olsun hesablayaq. Deməli 3-ü 5-ə vuranda 15, 15 vurulsun 8 vurulsun, o da 7 eləyir 840. Da cavab. Deməli artıq izaha aid başqa heç bir şey qalmayıb. Orada test toplusunda binoma aid suallar var. Buraxılışa hazırlaşan uşaqlar binomu işləməsin, binom düşmür. Bu qədər. Sağ olun, salamat qalın.